hər bir canlı ölümü dadacaq deyə buyurur uca Rəbbimiz. Və Quran terminologiyasında çox maraqlıdır ki, hər bir kəs öləcəkdir deyə buyurmur, ölümü dadacaqdır. Zaiq, zövq sözü var. Zövq, yəni nəyisə dadmağa deyərlər. Ölümü dadmaq. Görəsən uca Rəbbimiz nə üçün burada zövq sözündən, yəni dadmaq sözündən istifadə edib? Sadə təhlili bundan ibarətdir ki, hər bir şəxs ölümün ya acılığını, Allah uzaq eyləsin, və yaxud da onun şirinliyini mütləq dadacaqdır. Ruhun bədəndən çıxma anı elə bir çətin andır ki, əgər məsumlarımızın bu mövzudakı hədislərinə diqqət etsəniz, görərsiniz ki, həqiqətən də hələ məsum olan şəxsin bədənini sirkələyib bu məsələ. Məsələn, belə rəvayət olunur ki, bir gün Peyğəmbər salavatullah ruhun bədəndən çıxma anını təsvir edirdi. Əli əleyhissalam da məclisdə idi. O həzrət hönkürtü ilə ağlayır və ya Rəsulallah, bizim vəziyyətimiz necə olacaqdır deyə Peyğəmbərə sual ünvanlayır. Peyğəmbər salavatullah cavabında buyurur: ey Əli, müminin ruhunu tapşırması bir gülü iyləməsinə bənzəyər. Əzrail sanki ona bir gülü iylətməklə həmən gülün qoxusundan mömin öz canını tapşırar. Amma kafirlərin canı qoyunun dərisi soyulan kimi soyulacaqdır. İnsanın ölüm anı çox təhlükəli, çox dəhşətli bir andır. Ona görə də biz bəzi dualarımızda Allahumma inni a'udhu bika min sakaratil mauti və azabiha. İlahi, ölüm anından və ölüm anının əzabından sənə sığınıram. Allahumma inni a'udhu bika min azabil qabr. İlahi, qəbir əzabından sənə sığınıram deyə dualar varımızdır. Yaxşı olar ki, möminlərimiz bu duaları daim təkrarlasınlar.